Her vaxtınız xeyir olsun. Abone olmayan izləyicilərimiz, abone olun. Sizlər üçün möhtəşəm bir bağ evi tapmışam. En azından almasaq da bir baxaq. O bizim müştərilərimiz var, izləyicilərim var. Deyirlər ki, almasaq da baxırıq. İnşallah o ruzu sizə görə gələr. Yaxşı pulumuz olar, bax belə gözəl evdə yaşamaq hər biri bizə nəsib olar. Möhtəşəm bir layihədir. Bugün sizlərə keyfiyyət axtaranlar üçün, gözəllik axtaranlar üçün gözəl bir bağ evi təqdim edəcəm. 4 sotun içində Mərdəkandayıq. 4 sotun içində 190 kvadratlıq 393 min manata bax bu gözəllik satışa çıxdı. Hovuzunu görürsünüz, mangalını görürsünüz. Qəşəng də 4 sotda düzgün layihədir. Baxın, mən bunu hər zaman deyirəm. Layihəmiz düzgün olsa, həyət də geniş qalacaq, yaşıllığa da kifayət qədər yer qalacaq, uşaq da oynaya biləcək. Yoxsa götürürlər, məsəl üçün, dizayner verir, layihəni tikir, ağzına gələn bir şey çıxır. 4 sotda gör necə gözəl yerləşdirir. Yaşıllıq, besetka, burada yaşıllığı, burada besetkası, sanitar qovşağı, hovuzu, mangalı, evin tam ətrafını dövr eləmək olur. Baxın, neçə daşdır? 1, 2, 3, 4 daş. 4 daşdır, 2 daş da itib burada. 7 daş üstündə qurulub bunun fundamentdən. Fundamentdən sonra 7 daş tikilir. 2 daşı itir. Evin üzünə baxın. Aqlayla, travertinlə deyir sizə o tikib satanlar pisdir. Mən sizdən razıyam. Pis tikənlər var, yaxşı tikənlər var. Bunu hər zaman deyirəm. Gəlin indi ki, o pis tikənlərə də getməmək üçün nə etmək lazımdır? Rüfətə zəng eləmək lazımdır. Gəl daxil olaq evə. Allah hər birimizə belə gözəl evdə yaşamağı nəsib eləsin. Bunu gəlin gözünüzdən görün. Evin bir dənə super aurası var. Renk tonları necə düzgün seçilib, bilmirəm kamerada, videoda necə görürsünüz. Amma möhtəşəmdir renk tonları. Mən bu pərdəni açacağım. Mən bu gözəlliyi buradan da görmək istəyirəm. Bəh. Qaranlıqdır deyə, biraz kölgəli düşür. Adam vallah bu evdən getmək istəmir. İsti döşəməli, qazı, suyu, işığı, hər bir kommunal xətti çəkilib. Kamera sistemində gördünüz yəqin ki, zalda. Kamera sistemində çəkilib. Bax, belə gözəl işıqlı 30 kvadratlıq mətbəxi, mətbəxdən hovuz görüntüsü. Nə deyim vallah. Allah hər bizdə belə çoxlu pul yetirsin, gəlib bax, belə gözəl evlərdə yaşamaq sizlərə də nəsib olsun inşallah. Amin inşallah. 340 hündürlüyüdür. 393 min manat. Start qiymətdir. 190 kvadrat metrdir. Evin 4 sotdadır bəli. Onu indi həyətdə də demişdim, yenidən də deyək. Ev 2 daşla hörülüb, bayır tərəfdən. Ara kəsmələr hamısı daşlandı, kərpisdən istifadə olunmayıb. Demək olar ki, Mərdəkanın 99% evlərində istifadə olunub. Burada isti döşəmənin kollektorudur. Kameramız keçsin. Qapıların hündürlüyü 2.40'dır. Burada yerdə laminatdır bütün yataq otaqlarında və buranı da qardırop kimi saxlayıblar. Gələcəkdə qardırop eləyə bilərsiniz. Ləzzət elədi ev mənə. Super. Nə deyim? Vallahi daha önce deyiləsi söz qalmadı. Evi zaten özünüz gördünüz. Abone olmamışsa, abone olmayanlar var orada. Zəhmət olmasa abone olun kanalımıza. Like'larınızı gözləyirəm. Qoysanız da sağ olun, qoymasanız da. Bəyənənlər abone olsun, bəyənməyənlər çevirsin kanalı, açsın bloka, bir də çıxmayayım qarşısına. Özünüzdən müğayət olun, özünüzə yaxşı baxın. Hələlik.